Sabahınız xeyir olsun mənim əziz bacılarım, gözəl xanımlar. Nətərsiz? Səhər-səhər istədim bu gözəl mənzərə ilə sabahımızı açaq inşallah. Hər sabahlarımız xeyirli, uğurlu, bərəkətli, can sağlığı ilə açılsın. Hər kəsin ailəsində, evində, eşiyində can sağlığı ilə hamı otursun inşallah. Neyinirsiniz, nətərsiz gözəl bacılarım? Allah sizlərdən razı olsun. Çox var olun. Yazdığınız rəylər məni daha ruhlandırır. Çox xoş olur. Videomun davamını gətirirəm inşallah. Dedim səhər-səhər bu yaşıllıqla başlayayım. Salam əziz bacılarım, salam, hamınızı salamlayıram bu gözəl mətbəximdən. Arzunun mətbəxinə xoş gəldiniz, uğur gətirdiniz. Allah hamınızdan razı olsun. Mənim əziz bacılarım, gözəl xanımlar, dəyər verirsiniz. Allah sizlərdən razı olsun. Mən bugün ərik mürəbbəsi bişirmək istəyirəm. Necə hazırlayıram bunu, necə üsulla bişirirəm. Demək suya 2 xörək qaşığı çayını soda tökmüşəm, təmiz suya. Ərikləri yumuşam, təmiz-təmiz. Suyu çəkilib. İndi mən onu başlayacağım qələmin arxası ilə tumunu çıxartmağa. Və belə. Rahat tumun çıxardıram. Sonra çəngəllə onu belə deşdikləyirəm. Atıram sodalı suya. 2 saat orada özün tutur. Sodalı suda qalır. Sonra mən onu tökürəm aş düzənə əriyimizi. Təmiz-təmiz onu yuyuram. Təmiz-təmiz yuyuram, sodası getsin. Şirəsini hazırlamağı da xanımlar göstərəcəm sizə necə hazırlayıram. Şirəni də hazırlayanda xanımlar göstərəcəm sizə necə bişirirəm, necə hazırlayıram. İnşallah Allahın köməkliyi ilə hamısını göstərərəm. Bizim cavan qızlarımız var, gəlinlərimiz var, yeni ailə quranlarımız var. Və bunları onlar üçün eləyirəm ki, ola bilər baxarlar, xoşlarına gələr, deyərlər ki, biz də bişirək bu mürəbbədən. Onsuz da zaten mən yaşda xanımlar hamısı bu ərik mürəbbəsini bişirirlər gözəl-gözəl. Gənc xanımlarımız üçün eləyirəm mən bu mürəbbəni qoyuram kanalıma ki, onlar da görsün. Davamını xanımlar birazdan göstərəcəm. Əziz bacılarım, demək ərik mürəbbəsinin davamını göstərirəm sizə. 2 kilo yarım məndə ərikdir. 2 kilo yarım əriyə, çox şirin ərik idi deyinə. 2 kilo pesoq tökmüşəm. 2 stəkan yarım da su. İndi qəşəng bu mətimiz burada həll olunsun. Qaynasın. Qaynara düşsün. Sonra mən əriyimizi tökəcəm bu qəşəng düzəltdiyim mətə. Şiriyə. Bu şirədə qəşəng pişsin. Bir 5 dəqiqə burada qaynayandan sonra gözəl xanımlar. 5 dəqiqə burada əriyimiz bu şirədə qaynayanda mən altın keçirəcəm. 2 saat onu saxlayacağım, soğusun. 2 saat soğuyandan sonra yenə davamını çəkib göstərəcəm necə, proses necə gedir.
Gözəl bacılarım, şirəmiz burada qəşəng qaynayır. Bu da bizim qəşəng əriyimiz. Təmiz-təmiz yumuşam, qəşəng. Aş süzənə yığmışam indi. Tökək şirəmizin içinə. Allah xeyirli, şirin ağzına nəsib eləsin. Hamı evində pişirsin. Qışına tədarük görsün. Açsın qışda ailəsi ilə, əzizləri ilə şirin ağızla çay içsin hamı. İnşallah. Mənim əziz bacılarım. Bax belə qəşəng əriklərimizi bura tökürəm hamısını. 5 dəqiqə burada şirədə qaynayacaq. Qaynayandan sonra altın keçirəcəm. 2 saat qalacaq, tamam soğuyacaq. Ondan sonra mən ikinci dəfə qoyacağım qaynasın. Əriyimiz pişsin. İnşallah yaxşı çıxar. Sizlə bölüşərəm. Mənim gözəl bacılarım. Siz də bişirin. İnşallah. Gözəl xanımlar. Qəşəng burada indi 5 dəqiqə qaynasın. Qaynara düşsün. Sonra mən bunun altını keçirəcəm. Qazın altını keçirəcəm. Qəşəng burada soğusun. Pişmiş halını göstərəcəm sizə inşallah. Gözəl xanımlar. Ərik mürəbbəmiz pişdi. Hazır formasıdır. Maşallah olsun. Çox qəşəng çıxdı. Ürəyimcədir. Bütöv-bütöv çıxdı meyvələri. Ey Allah, maşallah. Xanımlar, içindəki mixəkdir. Mən həmişə gilas mürəbbəsidir, ərik mürəbbəsidir, şəftəli mürəbbəsidir. Belə sarı rəngdə olan meyvələrin mürəbbəsinə mixək atıram. Çox ləzzətli olur, ətirli olur, dadlı olur. Kim istəsə məsləhət görürəm, ata bilər. Şirin ağızla Allah hamımıza can sağlığı versin. Qışa tədarükümüzü görək inşallah. Salam gözəl bacılarım. Yenə qayıtdım öz mətbəximə. Bugün inşallah bir qəşəng salat hazırlayacağım. Ərzaqlarını hazırlamışam, doğramışam. Ayrı-ayrılıqda hamısını yığmışam yerinə. İndi sadəcə onun qaba töküb hazırlamaq formasını mən sizlə bölüşürəm, gözəl xanımlar. Demək salatımız quru lobiyadan hazırlanır. 2 cürə lobiyadır. Bunu tökdük. İkinci lobiyamızı da tökək. Gözəl xanımlar. Bizim turşu xiyarımızdır. Mən sizə deyirdim, mən gavalıdan çox istifadə edirəm. O dediyim tumsuz gavalıdır. Salatlarda çox ləzzətli olur xanımlar. Çox, çox. Sonra bildiyimiz kökdür. Bildiyimiz kökdür. Toyuğun sinə ətidir. Gözəl xanımlar. Buradan keçdik. Bizim rəhli biberlərimizdir. Hamısını ayrı-ayrılıqda doğramışam, yığmışam inşallah. Bu da bizim qozumuzdur. Qozu da xırdalamışam.
ləpəzin. Elə bunların hamısını birdən tökəcəm bura. Onsuz da hamısı qatışır da bir yerdə. Gözəl xanımlar, ərzaqlarımızın hamısını tökdük demək olar. İndi istiotunu tökək, istiotun. Hamısı zövqə görədir. Ağız dadınıza uyğun. Bu da bizim duzumuz, yenə zövqə görə. Sonra tökürük qaymağımızı, gözəl xanımlar. Bilirsiniz də, mən birinci videomda, deyəsən ikinci videomda demişdim ki, mən salatları ancaq qaymaqla hazırlayıram. Çox da gözəl çıxır, dadlı çıxır. Siz də hazırlayın bax bu salatdan. Yorumlara yazın, rəylərinizi, fikirlərinizi bilin. Like edin. Allah hamınızdan razı olsun gözəl xanımlar. İndi mən bunu qəşəng qatışdırım sizinlə bir yerdə. İnanırsınız gözəl xanımlar, özüm hazırlayıram deyinə demirəm vallahi. Çox gözəl salatdır, çox dadlı, qəşəng salatdır. İstəyərdim ki, hər biriniz hazırlayasınız. Gözəl qonaqlarınız gələndə, öz uşaqlarınıza, nəvələrinizə inşallah hazırlayın, nuşi canla yiyin. Belə gözəl xanımlar, qəşəng hazır formasında mən indi yığıb boş qabıma hazır formasında sizə göstərəcəm inşallah. Salam bir də əziz xanımlar. Mən salatımızın hazır formasını sizə göstərmək istəyirəm. Bu arada dedim, siz də baxın, görün. Xanımlar, bayaq yadımdan çıxıb demədim, petruşka ilə şüyüd də doğrayıb salatımıza qatırıq. Onu da doğradım, qatdım və hazır formasını sizə göstərirəm. Bir də xanımlar, bu qarğıdalını qoymuşdum pişməyə. Bu da hazır oldu, dedim elə. Videomda bunu da göstərdim sizə. Hər kəsə nuş olsun. Allah hər kəsin evin ruzulu, bərəkətli, çörəkli eləsin. Can sağlığı versin hamınıza. Allah hamınızı bir böyük kimi ailənizin başının üstündə eləsin. Can sağlığı versin hamımıza inşallah. Xanımlar, sizin rəylərinizi, like'larınızı gözləyirəm. Əgər bəyənirsinizsə, like eləyin, mənə yorum yazın, fikirlərinizi bildirin. Ona görə ki, mənim üçün çox önəmlidir sizin dəyərli fikirləriniz. Çox məmnun oluram mən sizin yorumlarınızı oxuduqca, sizə şərh yazdıqca mən də cavablandırıram. Çox xoş olur mənə, gözəl xanımlar. Allah hər birinizi var eləsin, gözəl günlər nəsib eləsin cümləmizə. Öpürəm sizi. Bu arada videomu tamamlayıram. İnşallah yeni video ilə görüşənə qədər. Salamat qalın, gözəl bacılarım. Gözəl bacılarım, işlərimi yekunlaşdırdım. Mürəbbəmiz də bişdi. Hazır halı bax budur. Özümə çay tökdüm. Dedim çay içim. Videonu başa vurum. İzləmədə qalın.
Şəhərlərinizi gözləyirəm. Fikirlərinizi gözləyirəm. Allah sizlərə can sağlığı versin. Gözəl bacılarım. İnşallah yeni vloglarda görüşənədək. Əziz xanımlar, bu da mənim mətbəximin təmiz halı. Dedim təmiz halını da çəkim. Gözəl bacılarımla bölüşüm. İnanırsınız, iş görmüşdüm, vlog çəkmişdim. Təmiz batmışdı qab-qaşıq. Hamısını yudum, sildim, səliqəyə saldım. Dedim gözəl bacılarıma təmiz halında çəkim mətbəxdim. Yorumlarınızı gözləyirəm əziz bacılarım. Allah hamınızdan razı olsun. Yazan əlləriniz var olsun. Baxan gözləriniz var olsun. Öpürəm sizi mənim əziz bacılarım. Allah sizdən razı olsun.